Qocaman bir söyüd ağacının yanında bir balqabaq tumurcuqlayır. Yaz boyu o söyüd ağacına sarılaraq böyüməyə çalışır. Günəşin təsirindən sürətlə böyüyərək söyüd ağacına yaxınlaşır. Bir gün balqabaq dözməyib söyüd ağacından soruşur: "Sən neçə aya bu boya gəlib çatdın?" Ağac isə cavabında 10 il deyir. Balqabaq gülərək deyir: 10 ilə mən isə 2 aya sənin boyuna gəlib çatmışam. Ağac isə elədir deyərək susur. Günlər keçir, payızın ilk küləyi əsməyə başlayır. Balqabaq ilk olaraq üşüdür və yarpaqlarını tökür. Havalar soyuduqca balqabaq aşağı enməyə başlayır. Balqabaq təlaş içində söyüd ağacından soruşur: "Mənə nə olur?" Ağac isə cavabında "Ölürsən" deyir. "Niyə?" Balqabaq soruşur. Söyüd ağacı cavab verir: "Mənim 10 ilə gəldiyim yolu sən 2 aya gəlməyə çalışdığın üçün. Tövsiyə edirəm ki, həyatınızı olduğu kimi yaşamağınıza nələri